Qeyri-müəyyən yerli çal. Bildiyimiz kimi yerli çal neçə növ var? 2 dənə növ var. Müəyyənləş bilən, qeyri-müəyyənləş bilən. Müəyyənləş bilənin şəkilçisi gözümüzün qabağında olur, yəni müəyyən olur. Qeyri-müəyyənləşdən var, müəyyən olmur. Necə ki, bundan əvvəl dedim, marker söhbəti. Marker məsələn cibdə girsəm içəri, siz bilmirsiniz mənim cibimdə nə var. Sizin üçün qeyri-müəyyəndir. Amma hal-hazırda marker əlindədir, sizin üçün müəyyəndir. Yəni müəyyənlə qeyri-müəyyənin anlayışı çatdı da sizə. Başa düşdünüz nə deməkdir yəni? Müəyyən nə deməkdir, qeyri-müəyyən nə deməkdir? Qeyri-müəyyən yerli çalda. Yəni ki, bu halda şəkilçi olmur. Göz qabağında olmur. Amma biz nə bilə bilərik ki, o qeyri-müəyyən yerli çaldı. Yoxsa adlıq haldır, yoxsa qeyri-müəyyən təhsil aldı. Necə bilə bilərik onu? Onu tapaq yollar var. Deməli, biz az öncə qeyd edirik ki, yəni yerli halda dedik ki, yerli halın yanında nə gəlməlidir həmişə? Əla, mənsup şəkilçi gəlməlidir. Müəyyən yerli çalda mənsubiyyət bəzən itir, yəni nə mənada itir? Müəyyən yerli çal müstəqil formada xəbər olur. Amma qeyri-müəyyən yerli çalda bu heç zaman baş vermir. Qeyri-müəyyən yerli çalın yanında hər zaman nə gəlməlidir? Mənsubiyyət gəlməlidir. Hər zaman yanında olmalıdır. Adlı halda fərqi məhz budur. Çünki sual nədir qeyri-müəyyən yerli çalın? Nə sualına cavab verir? Yəni insan da oldu, nə sualına cavab verir. Canlı da, cansız da, əşya da olur, hamısına nə sualına cavab verir. Nə sualına cavab verən bir dənə də halımız var. Nə idi? Əla, adlı hal. Bəs adlı halla bunu necə fərqləndirə bilərik? Bu yolla fərqləndirik ki, qeyri-müəyyən yerli çalın yanında nə olur? Əla, mənsubiyyət olur. Mənsubiyyət şəkilçisi sözə görə məhz nəyə tapırıq biz? Qeyri-müəyyən yerli çallı sözü tapırıq. İndi baxaq, əşyanı ümumi olaraq ifadə edir. Kitab üzü, məsəl üçün. Kitab sözü indi hansı halda aldıqdadır, yoxsa yerlikdədir? Hardan bilirik? Qarşısında mənsubiyyət şəkilçisi söz var. Buna avtomatik olaraq kitabın üzü artıra bildikmi? Bəli, artıra bildik. Deməli, bu söz hansı haldadır? Qeyri-müəyyən yerli çaldadır. Və sualı nədir? Nə üzü? Kitab üzü. Nəyin üzü deyə bilərik? Bəli, bu yox, niyə deyə bilirik da? Yəni, bunu niyə? Tapmaq üçün deyirik. Amma əslində sualı yenə nə sualıdır? Bəli, düz deyirsən, əslində, yəni qrammatik cəhətdən uyğun deyil o sualı vermək ona. Niyə? Çünki şəkilçisi yoxdur. Amma tapmaq üçün biz biraz abstrakt formada ona o şəkilçisini artıraraq deyirik. Sonra, müəyyən yerli halda müəyyən yerli çala çevirib də bilər. Çevrilməyə də bilər. Bunlar, yəni qeyri-müəyyən yerli hal müəyyən yerli hala çevrilə də bilər, çevrilməyə də bilər. Adətən şəhər, kənd, rayon bu adlar da çevrilmir. Məsələn, Gəncə şəhəri, Gəncənin şəhəri deyə bilmərik. Çünki Gəncənin şəhəri deyə bir anlayış yoxdur. Bakının şəhəri deyə bilmərik. Başa düşdünüz də? Amma digər formalarda, məsələn, kitab üzü, kitabın üzü artıq deyir. Yəni, bu formada da bizə təqdim edə bilərlər. Digər formada, məsələn, kitabın üzü yazılıdır, o formada təqdim edə bilər. Amma Bakının şəhəri deyə bir anlayış formasını yazıb bizim qarşımıza çıxartmaq olmaz. Ayso, bəli, şəhər, kənd tipli yox. O formada deyə bilirik. Məsələn, kənd deyək, bir dənə kənd adı denən. Məsəl üçün nə? Hansı? Nərimanov kəndi. Nərimanovun kəndi anlayışı biraz elə söz deyir ki, Nərimanov insan adı oldu. Onun kəndi anlayışı gəldi biraz. Anlayış gəldi. Məsələn, Sulutəpə kəndi. Sulutəpənin kəndi oldu, olmadı. Başa düşdünüzmü? Sən deyirsən kənd, Bakının kəndi artıq kəndin adı deyil o. Kənd hara aiddir? Bakıya aiddir. Sən o formada dedin. Yəni bilsən hansı formada? İncə dediyim forma. Sulutəpə kəndi. Kənd, Sulutəpə. Kəndin adı nədir? Sulutəpə. Yəni o formada demək olmur. Başa düşdünüz? Misal üçün dedim də indi. Sonra baxın elə burada qeyd etmişik. Ölkə, rayon, kənd, küçə və s. adlar bildirən sözlər qeyri-müəyyən yerli çaldan müəyyən yerli hal çevrilə bilmir. Çevrilmir. Amma yenə də onlar yerli çal sayılır. Yəni biz onlar nəyə görə qeyri-müəyyən yerli haldan yerli hala çeviririk? Tapmaq üçün çeviririk də. Yəni bunun deməkdə məqsəd odur ki, siz ola bilər ki, bu tipli sözlərdə, yəni ölkə, rayon, kənd, şəhər tipli sözlərdə siz onları qeyri-müəyyənə müəyyənə çevirmək istəyirsiniz. Məzmun uyğunsuzluğu olar, tapa bilməzsiniz o məzmun uyğunsuzluğuna görə. Onu adlı hal götürərsiniz və yanlış çıxar cavabınız. Ona görə bunu qeyd edirik ki, orada diqqətli olun biraz, maksimum diqqətli olun. Yaxşı, başa düşdünüz? Sonra yalnız nə sualına cavab verir, Gəncə şəhəri, nə şəhəri, Gəncə şəhəri, Sabir yazıcı, nə şəhəri, nə yaradıcı, Sabir yazıcı. Formacı adlı hala bənzəyir. Adlı haldan fərqi özündən sonra mənsup şəkilli söz gəlməsidir. Adlı haldan fərqi budur. Özündən sonra mənsup şəkilli söz gəlir, az öncə qeyd etdim. Heç vaxt tək işlənmir.
Nə zaman, niyə təşkilləmir? Yanında nə olur? Əlasan, super. Həmişə özündən sonra mənsup şərtsiz söz gəlməlidir. Bu xüsusiyyət onu adi xaldan nələri fərqləndirir? Qeyri-müəyyənli şərtsiz sözə müəyyənli xaldan şərtsiz artırmaq olur, amma adlı xallı sözə bunu artırmaq olur. Bunu az öncə qeyd etdik. Sonra ikinci növ təyin söz birləşməsi əmələ gətirir bu qeyri-müəyyənli çal. İndi misal üçün, gəlin burada bir dənə misal var. Onun üstə təhlilimiz eləyək. Yiyəlikdə bir nə var ümumiyyətlə? Bu məzmunu dərk eləməliyik. Nəyisə, hansısa bir əşyanın, hansısa bir nəyisə yiyəsidir, sahibidir. Başa düşdünüz? Məsələn, indi canavar ayı balalarını apardı. Canavar ayının balalarını. Yaxşı. Əla. Super. İndi başa düşməyənləri izah etmək istəyirəm. Burada neçə dənə isim var? Canavar, ayı, bir də bala. 3 dənə isim var. Üçünün birində şəkilçi var, digər ikisində şəkilçi yoxdur. Gəlin təhlil edək bunları. Bala sözün kökü. Lar nədir? Cəm şəkilçisi, qrammatik şəkilçisidir. I nədir burada? I deyə yəlik var. Mənsubiyyət necə bilərik? İndi onu şəkilçinin qabağını yəliyə açaraq. N bitişdirici, I da təsir yal. Təsir yaldır bu. Nə biləcək? Hə, təsir yal. Deməli, burada mənsubiyyəti tapdıq. Təxmin elədik də bu mənsubiyyətdir. Niyə? Çünki 2 dənə I var. Mənsubiyyət hansı qabağına yəlik hallı söz olmalıdır. Çünki mənsubiyyət yəlik nədir? Vəhdətdədir hər zaman. Gəlin artıq görək. Balanın yəsi kimdir? Balanın yəsi ayıdır. Ayıdır. Canavarın balası deyil ha. Canavar öz balasını aparmır ha. Ayının balasını aparır da burada. Ay son. Deməli bu hansı haldadır onda? Əla. Qeyri-müəyyənli çal. Deməli, balaların yiyəsi nədir? Ayıdır. Ayının balalarını aparır. Başa düşdünüz? Deməli, canavar sözü hansı haldadır bəs? Aldıq haldadır. Görün, indi aldıq halda onu eləyə bilirikmi? Canavarın ayı balalarını aparır. Alınmadı. Uyğunsuzluq oldu. Canavarın ayı balalarını aparır. Ona yiyəli hal artıq gördünüz? Alınmadı. Niyə? Çünki bu aldıq haldadır. Yəni, bunlara nəyə sübut eləməyə çalışdıq? Onu sübut eləməyə çalışdıq ki, qeyri-müəyyənli çallı söz ını qəbul edə bilir. Amma adlı xallı söz ını qəbul edə bilmir. Gördünüz? Başa düşdünüz? Əla. Sonra burada da onun izahı var. Qeyri-müəyyənli hallı söz müstəqil cümlə üzvü olmur. Qeyri-müəyyənli çal müstəqil. Amma yənli çal müstəqil ola bilirdi. Müstəqil formada xəbər ola bilirdi. İstisna hallarda. Bir işləmə məqamı var ki, ismi birləşmənin asıl tərəfi. Yəni ikinci növ təyin söz birləşməsidir. Bitdi. Bu qədər. Yəni, aydın oldu da bu hissə sizə. Qeyri-müəyyənli çal, müəyyənli çal, qeyri-müəyyənli çal. Aydın oldu. Onu dayandır. Sonra keçək indi